Sizlərə bir dənə torpaq təklif eləyirəm. 6 sotdur. Torpağın üç bir tərəfdən yolu var. Bir yuxarı hissədən var, bir aşağı, bir də bu torpağın böyründən bu gördüyünüz də avtomobil yoludur. Yəni istəsəz, yəni ki, ev alıb tikənlər üçün də çox əlverişli variantdır. Alıb 3 yerə bölüb, 3 dənə üzü yola beləsinə qapısını qoyub, darazasını qoyub, yəni ev çıxartmaq olar. Bu bir. Yeni Saray yolunun üstündədir. Saraya girən kimi, radarı keçən kimi solda hardasa 600-650 metr məsafədə yerləşir bu torpağımız. Hə, desəz ki, yol qırağında istəyirəm. Qafqazın qırğından gələndə, qəbristanlığı keçəndə, Duz gölünə düşəndə yolun sağ hissəsində də 2 dənə 6 sotumuz var. Onlar da fərdi yaşayış təyinatlıdır. Əsas magistral yoldan da 100-150 metr məsafədədir. Zəng eləyirsiniz, əlaqə nömrəsi profildə var. Qiymət də superdir. Sotu 9.000-ə, burada kənd təsərrüfatı ilə tapmaq olmur. 10-12 minə deyirlər. Biz sizə fərdi yaşayış təyinatlı torpağın sotunu, 6 sotunu 9.000 manatdan təklif eləyirik. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim alsa Allah xeyrin versin, Allah hər kəsə ev qismət eləsin, Allah hamının ruzusunu başından töksün. Sizlərin də satışda evləriniz varsa, əsas mən Xırdalan ərazisinə baxaram. Bu saraydakı torpaqlar da dediyim 3 dənə torpaq, yaxın qardaşların torpaqlarıdır. Yəni ki, ona görə biz bu səhifəmizdə elan elədik, elanını verdik. Amma qiymət həqiqətən də əla qiymətdir. Bugünkü gün özü torpaqlar gündən günə qalxır. Yəni ki, kim alsa yatırım kimi də istifadə edə bilər, qoy qalsın, ən azından üstünə pul gələcək ki, getməyəcək.